Hazırda isə biz oxu rubrikamızla davam edəcəyik. Kitab oxuyaraq özünü inkişaf etdirmək istəyənlər, öz biznesini inkişaf etdirmək istəyənlər varsa, bugünkü kitabımız sizin üçündür, deyə bilərik. Biznesin ruhu satış adlanır bu kitab. Bilal Hüseynlidir müəllif və hər bir şirkət üçün satış çox önəmlidir. Əgər satışı bilmirsə bir şirkət, əlbəttə orada uğurdan söhbət gedə bilməz, gəlirlərdən söhbət gedə bilməz. Biznesinizi inkişaf etdirmək istəyirsinizsə və yaxud da yeni biznesə başlamaq istəyirsinizsə sizin üçün ideal bir kitabdır deyə bilərik. Bəli dostlar, elə biznesin ruhu satış. Çox da maraqlı bir adı var kitabın. Hər kəsə tövsiyə olunur və bu arada Bilal Hüseynli də bizi hazırda izləyir. Bəli. Və buradan da salamlarımızı göndərir. Kitabın müəllifi praktiki satış təlimləri mütəmadi olaraq təlimlər keçir və müxtəlif, belə deyək də, biznes sahəsi üzrə karyera qurmaq istəyən gənclər bu təlimlərdə də aktiv iştirak edirlər. Və həmin o kitabdan bir neçə ifadə mən səsləndirmək istəyirəm. Liderin komanda üzvlərinə hər zaman örnək olması əsas vacib şərtlərdən biridir. Və bu kitabda da xüsusi olaraq da birbaşa ona bağlanır mövzu. Və ümumilikdə bu kitab bizə nələri öyrətməyə çalışır, ətraflı oxu rubrikasından biləcəyik. Əziz oxucular, bu dəfə sizə Biznesin ruhu satış kitabı haqqında məlumat verəcəm. Yerli mütəxəssis Bilal Hüseynli tərəfindən yazılan bu kitabda satışın önəmi və əhəmiyyətindən danışılır. Ümumiyyətlə bilirik ki, bütün bizneslərdə, bütün şirkətlərdə satış ən önəmli faktorlardan biridir. Əgər satış olmasa, həmin şirkət qısa müddətdə iflasa uğraya bilər. O baxımdan bu kitabda müəllif hansı addımları atmağın lazım olduğunu vurğulayır və bir satış mütəxəssisində olması gərəkən xüsusiyyətlərdən danışır və həmçinin satış komandasını necə formalaşdırmaq lazımdır, onları da oxucularla bölüşür. Düşünürəm ki, yerli təcrübə əsaslanan bu kitabı oxumaqla biz şirkət rəhbərləri xüsusən də bu kitabdan çox faydalana bilərlər. Hələlik növbəti kitablarda görüşənədək.